Ali məktəblərə qəbul olan gənclərin sayı ildən ilə artır. 2015-ci ildə bu göstərici təxminən 35 min nəfər olduğu halda 2023-cü ildə artıq 53 minə çatıb. 2024-cü ildə isə bu rəqəm 58 minə qədər yüksəlib. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə tələbə sayı artdıqca ali təhsil sistemində plan yerlərinin artırılması tendensiyası son illərdə daha da güclənib. Biz ciddi bir artım müşahidə edəcəyik. Belə ki, bu il ali təhsil müəssisələrinin qəbul plan yeri bakalavr pilləsi üzrə 65 minə qədər olacaqdır. Plan yerləri heç də ödənişli, yəni pullu plan yerlərinin hesabına artırılmayacaq. Dövlət sifarişli plan yerlərinin kəskin şəkildə artması müşahidə olunacaqdır. Qeyd edeyim ki, məsələn 2019-cu ilə qədər ali təhsil müəssisələrinin qəbul plan yerinin cəmi 31%-i dövlət sifarişli pulsuz yerləri idi. Amma ölkə prezidentinin müvafiq sərəncamlarına əsasən 2019-cu ildən etibarən ali təhsil müəssisələrinin qəbul plan yerində ödənişsiz, pulsuz plan yerləri artıq 45-50% çatdırılıb. 2025-ci ildə ali məktəblərə qəbul olan hər 2 nəfərdən biri pulsuz ixtisaslara qəbul ola biləcək. Ekspert deyir ki, plan yerlərinin artması keçid ballarına birbaşa təsir göstərəcək. Aparılan tədqiqatlar göstərir ki, bu il birinci ixtisas qrupu üzrə, xüsusən informatika yönümlü ixtisaslarda biz balların enməsini proqnozlaşdırırıq. Həmçinin birinci ixtisas qrupunda müxtəlif mühəndislik ixtisaslarında keçid balları aşağı düşəcəkdir. Həmçinin biz üçüncü ixtisas qrupunda da bir sıra ixtisaslarda, xüsusən sosial iş ixtisası, özəl ali təhsil müəssisələrində düşəcəkdir. Biznes idarə olunması, marketinq, turizm ixtisasları ikinci ixtisas qrupunda balların enməsi proqnozlaşdırırıq. Xüsusən özəl universitetlərə daha aşağı ballarla ikinci ixtisas qrupunda qəbul ola biləcəklər. Həmçinin pedaqoji ixtisaslara da üçüncü qrupda meylliliyin azalmasını biz bu il müşahidə edəcəyik. Əvəzində digər ixtisaslara, yəni təhsildə sosial-psixoloji xidmət və digər ixtisaslara biz ciddi şəkildə marağın olmasını proqnozlaşdırırıq. Ekspert həmçinin 2025-ci ildə də xaricdə təhsilə ayrılan plan yerlərinin artacağının və dövlətin bu sahəyə daha çox vəsait ayıracağının gözlənildiyini bildirdi. Qeyd edək ki, ölkədə ali təhsil müəssisələrinin sayının artması qəbul prosesinə də təsir edir. Şəbnəm Qurbansoy, Fəqan Əliyev, Xəzər xəbər.